Verilişin baş sponsoru Kalsi D3 Nikamed. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. CBC Sport'a baxırsınız. Ay Həkim efirdədir. Studiyada doktor Tutu Zeynalovadır. Bugün Ay Həkimin qonağı Sabunçu rayonu təxirə salınmaz təcili tibbi yardım stansiyasının müdürü doktor Soltan Səmədovdur və biz bugün həm əhalinin, həm təxirə salınmaz təcili tibbi yardım stansiyasının həkimlərinin razı və narazı olduğu məqamlardan danışacağıq. Necə edək ki, və həm biz əhali öz üzərimizə düşən funksiyaları doğru yerinə yetirək, öz səlahiyyətlərimizi bilək, öz məsuliyyətimizi bilək, həmçinin də həkimlərdən daha keyfiyyətli xidmət ala bilək. Çünki gəlin razılaşın ki, bəzən olur ki, pasiyentlər çox belə sadə, özlərinin həll edə biləcəyi bir situasiyada təcili tibbi yardıma müraciət edirlər və bu zaman digər təcili köməyə ehtiyacı olan xəstə bəzən bu səbəbdən köməksiz qala bilər. Buna görə mən düşünürəm ki, həm əhali diqqətli olmalıdır bu mövzuda, daha çox bilməlidir. İndi Soltan doktor bu haqda daha ətraflı məlumat verə bilər ki, nə edə bilərik ki, bu məsələyə daha gözəl bir yanaşma əldə edək ki, həm əhali razı qalsın, həmçinin də həkimlərin yükü azalsın. Xoş gəlmişsiniz. Çox sağ olun. Bilmirəm necə giriş etdim. Bacardığım qədər çalışdım, dəşiş yansın, nə kabab. Soltan doktor, bugün biz keçən dəfəsində Emin doktorla danışmışdıq bu haqda. Sadəcə verilişin sonu idi. Mən dedim növbəti verilişdə, növbəti qonağında bunu müzakirə edərik. Bəzən olur, xəstədə sadə bir, nə bilim, istilik tutma olur və yaxud özünün həll edə biləcəyi kiçik bir problem olur və yaxud təzyiqi fiziki yükdən sonra ölçür, yalançı yüksəklik kimi görür, təcili yardım çağırır, amma bu anda həyatı təhlükə yaşayan başqa bir xəstə köməksiz qala bilər. Siz təxirə salınmaz təcili tibbi yardım stansiyasının müdürüsünüz. Bu bölgü necə aparılır ki, hansı həkim, hansı briqada, hansı xəstənin üstünə gedəcək? Çox sağ olun dəvətə görə. Çox korrekt sualdır. Burada məsələ belədir. Təcili yardım çağırışlarının ötürülməsinin çağrı mərkəzi tərəfindən idarə olunur. Vətəndaşlar 103 xidmətinə müraciət edir və oradan da olanın çağırışlarına briqadalar göndərilir. Hal-hazırda bizim Respublika Təcili Təxirə Salınmaz Tibbi Yardım Mərkəzi olaraq Bakı üzrə ümumiyyətlə bütün bölmələrdə belədir, çağırışlar çeşidlənir. Yəni ki, sizin bayaq qeyd elədiyiniz kimi təcili çağırışlar ola bilir, təxirə salınmaz çağırışlar ola bilir. İnsanları hansısa mənada normal başa düşmək olar. Onların fikirləşdiyi, beyinə gəldiyi ilk stansiya təcili yardımdır. İstənilən halda telefonu götürüb, yüz-üzə zəng eləyib, həkim çağırmağa cəhd edirlər, amma burada bəzi məqamlar var, bayaq dediyim kimi. Vətəndaşların özlərinin də maariflənməsi lazımdır. Sizin bayaq qeyd elədiyiniz kimi, ola bilsin ki, elə bir çağırış var ki, ona ehtiyac yoxdur. O təxirə salınmazdır. Özləri tərəfindən mən onları xırdalayacağım, yerinə getirilə bilər. Amma bunu elə israrla və s. deyirlər ki, hətta gecikmələrdə müəyyən narazılıq, amma biz onları faktiki olaraq başa salırıq, yerində, hansı formada. Ona görə də çağrı mərkəzi olaraq çağırış qəbul edən vaxtı vətəndaşlardan rica edirəm, xahiş edirəm ki, çağırışın səbəbini, xəstənin yaşını, ünvanını dəqiq düzgün desinlər. Çünki bu çox vacibdir. Bəzən xəstə deyir, üzr istəyirəm, acı tonla, başqa şəkildə deyir ki, xəstənin vəziyyəti ağırdır, siz bizdən söz soruşursunuz və s. Bunu biz dəqiqləşdirməsək, bu detallı olmasa, biz onlara hansı şəkildə, birinci mi, ikincili mi, hansı briqadan göndərməsini deyə bilmərik. Ona görə çox xahiş eləyərdim ki, biraz tolerant olsunlar. Yəni bu sualda tez, qısa, aydın
anlamlı şəkildə desinlər ki, biz də onlara kömək edə bilərik. Məncə də dalaşana qədər lazımi məlumatları Bəli, verək. bu artıq biz bunları bu cür söhbətlərə bu və digər şəkildə alışmışıq, amma yenə də bu belədir də. Bunu yəni gözləmək lazımdır. Yenə deyirəm, biz mərkəz olaraq artıq təkcə özümüzdə deyil, ilk yardım, sonra gəlir ilk tibbi yardım bağlı xüsusi təlimlər, təlimçilərimiz var. Böyük kollektivlərdə, Fövqəladə Hallar Nazirinin özündə, mən şəxsən su tikinti idarəsi, başqa iri şirkətlərdə və s. qruplar şəklində də bunları aşılayır, təlim eləyirik ki, yəni onlar da öz yerində, öz ailəsində, öz idarəsində və s. bu və digər şəkildə bunlara hardasa istiqamət veririk, maarifləndiririk. Ona görə də yenə bir daha deyirəm, cəmiyyətə, insanlara, tamaşaçılara xitabən deyirəm ki, yəni əgər xəstədə həqiqətən təcili yardıma ehtiyac varsa, orada indi mən çox səbəblər var da, qan axmalardır, travmalardır, yanıqlardır, döş qəfəsinə bağlı indi infarktı xatırladan müxtəlif səbəblər və s. Adicə bir hərarətin olması, biraz özünü pis elədin və yaxud özünü həll edə bildiyi, ilk yardım göstərə bildiyi hallara çalışsınlar o qədər də təcili yardıma. Çünki bax, mən bir xırda bir statistika deyirəm. Bir həftə ərzində 15 minə yaxın çağırış daxil olur. Onların içində bir 10%-ə yaxın qospitaloloq var. Bizdə çağırışlar nəticə etibarindən çeşidlənəndə bizdə bir əsassız, nəticəsiz çağırışlar deyilən çağırışlar. Neçə faiz olur? Bu demək olar ki, 20-30%. İndi siz təsəvvür edin ki, bu qədər çağırışları biz o biri şəkildə yönəltsək, vacib olanlara, həm əhali razı qalacaq, həm insan həyatı tez qurtarılacaq və s. Yəni bunları deməkdə məqsədim ki, bunlar vətəndaşlar bunu nəzərə alsınlar. Və inandırım ki, sizi, hətta indi iş əsnasında müxtəlif, siz bayaq xırdaladınız, razı qalanlar da olur, razı qalanlar. Eləsi var ki, onları əlbəttə normaldır, təbiidir, insan faktoru var, insanlar işte. Eləsi və izah eləyəndən sonra özü başa düşür, üzrxahlıq eləyir. Eləsi var, fərq eləməz. Onu nə qədər izah eləsən də, o narazıdır ki, narazıdır. Onu izah eləyəndə ki, bax, tutaq ki, sənin bir qardaşın buradadır. O birisi yaxın qohumunda sənin vəziyyətində də çox-çox ciddi bir hadisə var. Amma biz ona yetişməkdənsə sənin yanına gəlirik. Bu mənada biz zaman-zaman bunu sizin köməyinizə sağ olun, ümumiyyətlə bu maarifləndirici verilişlərin köməyi ilə insanları bu və digər şəkildə məlumatlandırırıq. Amma istər-istəməz bu xırda detallar özünü bir üzə verir. Ümumiyyətlə, maarifləndirmə işlərində, bilmirəm, mənim müşahidələrim göstərir ki, son vaxtlar təxirə salınmaz təcili tibbi yardım xidməti kifayət qədər aktivdir. Nəzmin kanunu tez-tez görülür, bütün kanallarda, yəni müsahibələr verir, məlumatlar verir, hesabatlar verilir əhaliyə kifayət qədər ki, deyək ki, bayram günlərində müraciətlərin sayı nə qədər olub, həm xəbərlər, həm sosial mediadan bu xəbərləri görürük. Bu çox yaxşıdır. Sultan doktor, belə bir sual verim sizə. Məsələn, biz əvvəllər yadımdadır ki, biz uşaq olanda, bəlkə indi də var, belə bir serial tipli bir xarici kanallarda görürdü, 9-11-11. Zəng edirdilər. İndi xaricdə indi də o belə gedir. Bizdə biz üzrəsə 9-11 fövqəladə onlarda birləşib. Yəni bir təcili yardım. Misal üçün deyirdi ki, deyək ki, filan yerim zədələndi və təcili tibbi yardım gələnə qədər o operator o insanla danışırdı. İlkin olaraq nə etməlidir deyirdi ki, yanında nə var? Həm emosional azaldırdı, həm də müəyyən göstərişlər verdi. Bəli, həkim gələnə qədər də həm xəstə, həm yaxınları necəsə yardım edə bilirdi. Bizdə o cür rabitə sistemi o qədər hələ mövcud deyil. Bizdə yoxdur bu. Yəni o qədər xəttə qalıb, kimsə ona o şəkildə bizdə hal-hazırda o funksiya yoxdur. Erkən olarkən çağırışın əsnasında bu vəziyyət, amma yəni birbaşa rabitədə olub onu saxlayaq, o ki, siz dediyiniz seriallar kimi bizdə o şəkildə deyil. Olsa yaxşı olmazmı sizcə? Olar, amma o biraz çox həcmli bir məsələdir. Yəni siz təsəvvür edin ki, çağırışların qəbulu nə qədər zaman aparır. Siz demişkən bir dəqiqə, yarım dəqiqə gecikəndə böyük bir zad yaranır. İndi ona o xidməti təşkil eləmək üçün o qədər o potensial olmalıdır. Həm də ona hazır. Bizdə məsəl üçün çağırışın qəbulu 2 pilləli var, 1 pilləli var. Hal-hazırda bizdə dispetç xidməti 2 pilləlidir. Amma müəyyən yerlərdə 1 pillədir qəbul edən kimi.
ümumiyyətlə mən sizə deyim ki, hal-hazırda təcil yardım çağırışlarının qəbulu, ötürülməsi üçün böyük bir strateji hazırlanır və inşallah yaxın gələcəkdə bu öz həyata keçəcək. Orada korrekti, çağırışı qəbul edən, elektron variantda çağırışı qəbul edən kimi onun harda yerləşməsi, lokalizasiyası, hətta orada artıq elə proqramlar hazırlanır ki, xəstənin şikayətinə uyğun olaraq həkimin əlinin altında onun diaqnozunu işıqlandırması, ona müvafiq səhifədə yardımın ardıcıllığı, yəni böyük planlar var və bunlar üzərində yəni, iş gedir. Hər şey ilk baxımdan bizə xəyal kimi görünsə də zamanla hər bir şey reallaşır və gələcəkdə bu proses təkmilləşəcək və biz bunun da şahid olacağıq. Siz dediyiniz məsələnin demək olar ki, oxşar bir şəkildədir. O da olacaq. Yəni onun üzərində də iş gedir ki, yəni konkret olaraq həm həkimə kömək olacaq, həm məsəl üçün bizdə lokal olaraq stansiyalar var. Stansiyalarında həkim heyətləri var, briqadalar var. Hər rayonda bir stansiyadırmı? Yoxsa bir neçə stansiya olan rayon? Məsələn, o əhalinin sayından asılı. Məsəl üçün bizdə Sabunçu təcili yardım stansiyasının 3 bölməsi var. 1 saylı, 2 saylı, 3 saylı bölmə. Bunlar da rayonun qəsəbələrini əhatə edir. Məsələn, 1 saylı bölmə Maşdağa, Nardaran, Bilgə, Kürdəxanın, Pirşağını əhatə edir. 2 saylı bölmə deməli Sabunçu, Zabrat, Ramana, Balaxana ərazisini, 3 saylı da Başxanov ərazisini. Və həm də mən bir şey də qeyd edeyim ki, bizdə filiallar var. Və bu filial sistemini bir qədər də genişləndirik. Bu əraziyə daha yaxınlığı təmin etmiş, xəstəyə yardımın əlçatanlığını təmin etmiş olur. Məsələn, hal-hazırda bizdə Maşdağa 1 saylı bölmənin 4 filialı var. Sabunçuda 1 filial, Zabrat filialı var. Gələcəkdə bu yəni bunun məqsəd nədir ki, yəni əraziyə biraz yaxınlıq olsun, çağırışları ötürmə vaxtı bayaq mən dediyim kimi bu ərazi lokalizasiyası məsələsində biraz vaxtında tez olmağa şərait yaratsın. İndi özünüz bilirsiniz ki, tıxaclar var, çağırışların ötürülməsində bir stansiyaya gedib çatmaq üçün düzdür. Əvvəlki zamanla müqayisədə xeyli irəliləyiş var. Sürücülər də maarifləniblər. Bu da sizin, bizim işimizin sayəsində sosial şəbəkədə yayımlanan xüsusi roliklər var. Sürücü yol ver, təcili yardıma yol... Mən həmişə yol verirəm, amma mən heç düşməmişəm bu kadrlara. Hə, təcili yardım yol ver. Mən də çəkin göstərim. Müsbət nəticələr var, amma istər-istəməz insan faktoru var, ərazinin sxemləri var və bu baxımdan filialların olması bizə kömək eləmiş olur. Ona görə də yəni biz bir də bir məsələ, siz bayaq dedim ki, bunlarla əlaqədar olaraq bizdə mütəmadi olaraq həm öz heyətimiz üçün, onsuz da bizim heyətimiz tibbi heyətdir, təbii ki, hər zaman təkmilləşmək lazımdır, hər zaman təkrarlamaq lazımdır. Təlim bizim mərkəzimiz var, mərkəzimiz var. Bütün hamısı, amma biz bayaq dedim ki, bizim təlimçilərimizin köməyi ilə, təbii xətti ilə müxtəlif böyük təşkilatlarda da bu işlər aparılır, insanları maarifləndirmək üçün. Güman edirəm ki, cəmiyyətin birlikdə səyi nəticəsində, qarşılıqlı anlaşma şəklində, yardım şəklində bu və ya digər problemlər də zamanı ilə öz həllini tapacaq. Sultan doktor, müraciətlər necə olur? Misal üçün, deyək ki, mənim böyük bir şirkətim var inşallah və orada mən istəyirəm ki, əməkdaşların təcili tibbi yardım haqqında təxirəsalınmaz təcili tibbi yardım məlumat olsun. Mən mi müraciət etməliyəm sizin quruma, yoxsa siz təklif edirsiniz? Yəni bu necə nizamlanır? Onun detalları mənə elə gəlir ki, bizim tərəfimizdə, yəni bu təbib xətti ilə həyata keçirir. Bizim də təlimçilərimiz var bu işə. Bu dövlət qurumlarıdır. O müraciət eləsə, onların razılığı əsasında heç bir problem yoxdur. O zaman vaxt təyin edilir. Mən özüm yəni özəl şirkətlər də müraciət edə bilər. Bu təlimlərdə mən də iştirak eləmişəm. Bizim potensialımız var, təlimçilərimiz var. Təbii ki, əlbəttə qarşılıqlı razılaşma və yaxud da yəni müraciət əsasında ola bilər. Biz özümüz düşüb şirkətlərə deyilimiz gəlin sizə. Yəni aydın məsələdir ki, şirkət müraciət etməlidir. Bu sahədə yəni bizim işimiz onsuz da amma isti baxırsınız yəni. Bəli, bizim bu yönümdə işimiz gedir. Onsuz da var. Yəni bu işə təhkim olmuş qurumlar var, təbibin onlar bu işdən məşğuldurlar və bu işlər gedir. Yəni əlbəttə davamlı şəkildə daha geniş formada eləmək mümkündür. Bir də bir məsələyə toxunmaq istəyirəm. Baxın, mən deyək ki, zəng elədim 103-ə.
Və xanımla danışdım. Bu mərkəzləşdirilmişdi yəqin. Ünvanı deyəndən sonra o bağlayır mənim yaşadığım rayona, eləmi? Yoxsa necə baş verir? Yox. Və yaxud nə üçün verirəm bu sualı? Sualımı tamamlayım ki, ətraflı danışa biləsiniz. Və yaxud mən danışdığım yerdə əlaqə kəsildi. Nə bilim, telefonumda kontrum qurtardı. Mən yenidən zəng edəndə, yenidən əvvəldən mi deməliyəm hər şey? Yoxsa artıq mənim zəngim sistemə düşür, o bilir kimdir zəng eləyən? Yox, zəng əgər nömrə həmin nömrədir, zəng düşməyinə düşür. Olur da bu və texniki səbəblərdən və s. Orada fiksi olunub. Hətta bizdə məsəl üçün elə qaydalar var ki, bir çağırışı biz nəzarətdə saxlayırıq. Ünvanı tapa bilməyəndə və s. Hələlik o silinmir avtomat. Yəni başqa dispetcher cavab verirsə də növbəti nömrəyə, sistemdə var orada artıq. düşübsə sistem eynidir. Orada məsəl üçün siz dəfələrlə görmüsünüz ki, ekranda rənglər və s. xromoqramiya var, onların hər hissəsinin bir mənzərəni göstərir, hansı vəsə. Yox, o da problem deyil. Sadəcə olaraq bizdə mən bir məsələni də deyim. Əgər əsasən də bu kütləvi qəzalarla, kütləvi hadisələrlə, yanğınla, onda artıq ərazi prinsipi mütləq qaydada gözlənilmir. Tutaq ki, Sabunçu ərazisinin bir yerində böyük bir kütləvi bir hadisə baş verib, avtoqaza baş verib, miqyaslıdır, kütləvi hadisə, onda çağrı xidməti yanaşı olaraq hansı briqada boşdur, yəni azaddır, yaxındır, bir briqada yox, bir neçə briqadanı yönəldə bilir. Bu hadisələr dəfələr mən özüm şahid olmuşam, özüm də iştirakçı olmuşam. Yəni bunlar idarə olunur. Yəni lokal olmayan, iri miqyaslı falan. Biz mütləq gözləyəcəyik ki, əgər bu Sabunçu ərazisindədir, burada Sabunçu mütləq getməlidir. Belə bir şey yoxdur. Bizdə hətta növbədə olarkən növbədən öncə bütün sistem nəzərdən keçirilir. Bu və digər səbəbdən hansı stansiyalarda çatışmamazlar və bunlar hamısı tənzimlənir, idarə olunur, briqadaların o biri stansiyalara təhkim olunması və s. bunlar hamısı tənzimlənir. Və təbii ki, ciddiliyi, miqyasına uyğun olaraq mən dediyim şəkildə bunlar da idarə olunur. Amma yəni ərazi prinsipi mümkündür. Həmin ərazidə həkimlər artıq var və qeyri-adi bir problem yaranmırsa öz işini görürlər. Amma bunlar hamısı çağrı mərkəzi tərəfindən tənzimlənir. Harada ehtiyac var, imkan varsa birinci növbədə onun həllinə çalışırıq. Bir də belə bir sual verim, doktor. Bilmirəm, bu sualları gözləyirsiniz yoxsa yox, amma Buyurun, əminəm ki, tamaşaçılara da maraqlıdır. Misal üçün, təcili tibbi yardım, çağırış var, filan ünvana gedir. Və o yolda gedəndə birdən onun yanında bir avtoqəza baş verir. O maşını saxlayıb, o avtoqəzaya yardım etməlidir, yoxsa onu gözləyən xəstənin yanına getməlidir? Bəli, bu məsələ dəfələrlə müzakirə olunub. Əgər onun getdiyi çağırış o qədər də və yaxud gözləyə bilər, biraz təxirə salınmazdır, məsafə baxımından. Mütləq qaydada o böyük həkimlərə, yəni çağrı mərkəzinə əlaqə saxlayır, situasiyanı izah eləyir. Əgər yəni öz başından sözü biraz, yəni ki, təbii ki də öz fəaliyyət olmamalıdır. Ondan sonra həmin böyük həkim və yaxud çağrı mərkəzi dispetçeri məsələnin mahiyyətini anlayandan sonra ona icazə verə bilər və o ağır xəstə ilə məşğul ola bilər. O biri çağırışı yönəldə bilər. Məsəl üçün bizdə belə bir məsələ var. Tutaq ki, çağırışı veriblər, biz gedirik, məsafə çoxdur. Filialların birində. Biz deyə bilmərik ki, qoy gözləsin, həkim çağırışdan çıxacaq, ona ötürəcək. Belə şeylər olmur. Mütləq hansısa briqada ötürülür. Amma bu briqada yola düşərkən artıq ona yaxın olan briqada çağırışdan azadsa, çağırış verilmişsə mütləq dispetcher o çağırışı ona ötürür və sizin çağırışı ləğv eləyir və yaxud sizə daha vacib olan çağırışı verir. Yəni bunlar idarə olunur. Və sizin dediyiniz məsələ də bu kontekstdən olan məsələdir. Bəli, əgər orada faciəvi bir hadisə varsa və sizin çağırdığınız orada mütləqdir, zamana ehtiyac yoxdur, təcili yardım təzədən ora gələnə qədər eləyə bilərsiniz. Amma bir şərtlə ki, operativ olaraq yuxarı instansiya, dispetcher xidmət, çağrı xidmət məlumatlandır və ona müvafiq də yardım göstərir. Təxirə salınmaz təcili tibbi yardım stansiyası digər hansı qurumlarla sıx işləyir və işləməlidir? Misal üçün, Daxili İşlər Nazirliyi olsun və s. Çünki indi bu məsələlərə toxunacağım, siz yenə də açın mövzunu. Burada tibbi baxımdan bağlı olan strukturlar var, bir də hüquqi mühafizə orqanlarından o məlumat baxımından. Tibbi baxımdan təbii ki, biz həm aşağı, yəni ki, ilk tibbi səhiyyən sayılan poliklinika şəbəkələrindən, həm xəstəxanalarla əlaqəliyik.
aşağı deyən belə bir qədər ifadə yəni ki, tibbi poliklinika şəraitində onlar ərazidəki olan xroniklər, xəstələri tanıyırlar. Onlarla işləməlidirlər. Xəstələri başa salırıq, biz də başa salırıq. Onlar ünvanına öz sahə həkimlərinə müraciət edə bilərlər, planlı şəkildə gedə bilərlər və s. Amma bunlar bunu unudurlar və ancaq bir yol tanıyırlar, bir ünvan tanıyırlar, ancaq təcili yardıma lazım oldu, olmadı, adi haldı və s. Yəni bizim işlədiyimiz, əgər poliklinika, biz onsuz da hər gün poliklinika şəbəkəsinə təcili yardımla bağlı olan məlumatları veririk. Hansı xəstələr məlumatlanmalıdır? Yəni jurnallar var, xüsusi bu haqda məlumatlandırılır. Hansı ünvanlarda xəstələr qalıb, yaxud getməyib. Yəni bütün bu biz əlaqəli şəkildə bunu bir yerdə işləyirik. Və təbii ki, bir-birimizə yəni bağlı olaraq vəhdət şəklində bu məsələni həll etməyə çalışırıq. Bir də bizim aparacağımız stansiya xəstəxanalar. Bu xəstəxanalarla işdə bizim təxliyə şöbəmiz, operativ şöbəmiz, çağrı mərkəzində onlarda bütün o kartalar, o xəritə var. Yəni ki, hansı xəstəxanalarda, hansı patologiyalar üzrə boş çarpayı yerləri var və s. və onlar məlumatlıdır və istiqaməti də o şəkildə verirlər. Bu xəstəxana mövzusuna qayıdacağıq ki, xəstələr... Bir də üzr istəyirəm, sizin dediyiniz o bir məsələ, hüquq mühafizə orqanlarının təbii ki, hadisə yerində, hadisədən sonra müəyyən kriminal hadisələr var, bağlı qapılar var, qəfləti xəstəliklər var. Bunların hamısında biz təbii ki, daxili işlərlə əlaqədar polislə əlaqə saxlayırıq, onları məlumatlandırırıq və s. Hətta onlar da bizi bəzən çağırır. Yəni bu biz bir-birindən bir də yəni yerində olmayan, sonra da məlumat şəklində bütün ona aid olan məsələlər təbii ki, onlar məlumatlandırılır, qeyd olunur və s. Biz qayıdacağıq bu məsələyə. Biraz açmaq istəyirəm çünki mövzunu. Sadəcə hal-hazırda reklamları izləməliyik. Reklamlara keçmədən öncə qeyd edim ki, verilişimizin baş sponsoru Ştada şirkətidir. Kalsium döyüş, nikomet, portağal və limon dadlı çeynəmə tabletlərini sizə təqdim edir. Kalsium və D vitamini defisitinin profilaktikası məqsədi ilə, həmçinin kalsium və D vitamini defisiti riski olan pasientlərdə osteoporozun müalicəsi zamanı əlavə terapiya qismində istifadə olunur. Kalsium döyüş, nikomet 25 ildən artıq mövcuddur və sınanmış preparatdır. Hamilələr və 3 yaşından yuxarı uşaqlar da istifadə edə bilər. İstifadəsi rahatdır, çeynəmə tabletləri şəklindədir. Təşəkkürlər baş sponsorumuz Ştada şirkətinə. Digər təşəkkürümüz Böyük Britaniya təhsili idman həkimi Fərid Səlimovadır. Fərid Səlimov müasir fizioterapevtik yanaşma ilə sizin xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılardan artıq daha tez və müasir idman yanaşması ilə müalicə oluna bilərsiniz. 055 318 83 94 nömrəsinə zəng edərək doktor Fərid Səlimovla əlaqə saxlaya bilərsiniz. Reklamlara baxaq, sonra davam edəcəyik. Verilişin baş sponsoru Kalsi D3 Nikomet.